2 mərtəbə 4 otaqlı ev 68 min. Birbaşa da məhəllədir. İşığı var, suyu quyusuydu, qaz sayğacı biz tərəfindən qoyulacaq. Bakı gidrafonuna qədər hər bir şey var. Evin sağı solu hamısından 50 sm məsafə qoyub, yəni rahat arxaya keçid mümkündür. Plusdakı evin hər tərəfinin şkaturu vurulubdur. Belə bir ev yerdən də 3 daş kürsülüdür. Toplu poldur. Bütün birinci mərtəbə hamısı toplu poldur. Bax girirsən bura qonaq otağı sayılır da. Bilən belə mətbəx. Sanitar qovşağımız. Asma tavandan. Burada qardırobdur. İndi açmıram. İçəri ayaqqabı falan yığmasındır. İkinci mərtəbəyə daxil olaq. Oldu. Koridor sistemdir. İkinci mərtəbənin də adlı bir dənə belə otağı var. Bu ikinci otaq. Mansard tipli olsa da hündür mansarddır. Bu da üçüncü otaq. Xudmani evdir. Bu otaqdan da balkona çıxış hissə var. Ətrafda gördüyünüz kimi yaşayış vasıfıdır. 160'ın son dayanacağına buradan cəmi 150-200 metr məsafədir. Tələsin dostlar.